Murad Dadaşov əslində mənə də aparıcı kimi qəbul eləmirdi. Amma Murad Dadaşov o reallıqda bilir ki, bəli, Səidə Bəkir qızın özünə görə çəksin. Normal. Çünki bu yaxınlarda eşitdim ki, deyirlər, pafosda aparıcıdır filandır Murad Dadaşov. Mənə hətta dedilər ki, səni dilçilər bəyənir, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan, diksiyava görə, danışıq tərzinə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim, birinci hamını bəyənmək zorunda deyil. Məni Murad Dadaşov bəyənməyəndə mən heç nə itirmirəm. Amma məni Qulu Məhərrəmli bəyənməyəndə mən çox şey itirirəm. Məni Etibar Babayev bəyənməyəndə mən çox şey itirirəm. Məni Badu Karovində bəyənməyəndə mən heç nə itirmirəm. Televiziyanın peşəkarı olmayan adam məni nə qədər bəyənməsin, heç vecimə də deyil. Çünki bunu mənə verməyiblər, bunu məndən almayacaqlar. Televiziya tənqidçiləri, televiziyanın peşəkarları məni bəyənməyəndə deyirəm, Səidə, harda səhvin var, maraqlanacaqsan və düzəldəcəksən. O baxımdan da indi siz deyirsiniz.